Stories'in ikinci bölümünde her birinizi hoş gördük. Biz bugün Nazilə xanımla birlikteyiz ve Salatın xanım da bizim aparıcımız. Başlayaq. Nazilə xanım Fit City ve Fitmall'un general meneceridir. Ve bu sahədə artıq yetərincə bir təcrübəsi var. Şərhlərə də suallarınızı yaza bilərsiniz. Hər birisinin cavabına hazırdır. Bəli, Nazillə. İndi necəlik? Sən özün oxumaq istəyirsən suallarını, yoxsa mən o? Mənə fərq eləməz, amma bir çəkmək istəyərdim bir də. Amma mən danışıram. Çox maraqlı. Birdən öyrənməyi sabahlaşdırdım, təkəndə, bizdə. Gözlüyüm. Hardadır? Burada. Aha. Gəlin də. İlk sualımız. İnşallah o oyuna eləsin. İnşallah. Sizcə bir qadının bu qədər uğurlu, enerjili və dominant olması kişiləri qorxudur? Ən sevdiyim sual. Sizinlə həyat yoldaşı və ya sevgili olmaq bir kişi üçün futbol məşqindən daha ağır deyil ki? Bəli, öz ayaq üstündə duran xanımlardan kişilər azıcık qorxur deyə bilərəm. Hamısına şamil deyil bu. Amma mənimlə anlaşmaq mən kimi yola gedən, huzur verən bir insana mənimlə anlaşmaq daha asandır ki, futbol məşqində. Bürcüsüz? Mən fərsin bürcüyəm. What's that? Yani dominantlık ve feministliğiyle necə bilmiyorum. Yani belki feministler biraz əsəbləşə bilər, amma Bir general manager olarak siz o trenerə hansı süzgəcdən keçirib şey götürürsünüz? Elə bir sual mənə konkret düşmür. Sadəcə əzələsi və diplomu olması kifayətdir. Yoxsa onun psixolog tərəfi daha vacibdir. bir treneri mən birinci davranışı Elə bir mənə götürürsünüz də, təsəvvür edirəm. Aha. davranışıyla ilgili biraz davranışına baxıram. Diplomdur, o düzdür, diplomun da çok fərqi var. Tabii ki pulunu almayıbsa, orada da bir əziyyət var, orada da bir effort var. Yeni şeyler öğrenmiş falan. Bu sual unuttum. İşlerler zala gələnlər bədənli trenerə götürülür. Bir general manager olarak, çünkü sen seçirsən trenerləri. Siz o trenerlərə hansı süzgədən keçirib götürürsünüz? Və sadəcə əzələsi diplomu olması kifayət edir, yoxsa psixoloji tərəfdə olmalı trenerə? Psixoloji tərəfdə ağır basmalıdır. Yəni mən götürmürsən işə. Mən bilirəm ki, biz danışanda da 4 il bundan qabaq psixolojik tərəfdən çox iyi anlaşmışdı. Və müştəriyə qarşı təbii ki, davranışı %100 olmalıdır. Çünki o müştərini bizə qazandırmalıdır. Yəni o müştəri bura gələn qayda yenə surasız bir trenerlə məşq eləyəcəm deyil də, mənim psixologiyamı başa düşür, mənim dediklərimi anlayır və mənə uyğun bir proqram yatır konusuna. Yine benim maraqlı olan bir şey var. Biz mesela freelancer olarak sizin zalda meşk geçtiğinde, sizin trenerler ve bizle aramızda yani neyse bir ayrımcılık edilir mi? Yoksa bize de trenerimiz gibi tam davranırsınız mı? Asla. Yani lükslardan, faizlerle, Hayır, ne şeyler var? ayrımcılık eləmirəm. Çünki özüm də trenerlikdən gəlmiş bir insan olarak trener olduğum 2014 ildə asla ayrımcılık eləmirəm. Ştatlı trenerlarımız və freelancerlar eyni qaydada Türklər yürüyürlər. Yəni gəzmək mənasında deyil. Təbii ki, endirimlərdə falandır, onlardan da istifadə edirlər. Hətta freelancerlara daha həssas yanaşıram mən. Çünki istəyirəm ki, bura gələndə daha xoş ağlama gəlsin və deməsin ki, mən burada dışlanıram. Çünki onlar da bizə müştəri qazandırır. Onlar da bizə hansısa kənardan müştərilər gətirib bizi tanıtır. O zaman bütün freelancerlarına size çok teşekkür ederim. Sağ olun, teşekkür ederim. İnşallah özünüzü seçin. Bundan sonra ben arada bir seçeceğim. Gerek sırf benden size necə oldular. Nazilə xanım, hazırda Azərbaycan, adını çox sevirəm bu arada. Hazırda Azərbaycan fitness bazarında hər addım başı var. Bəli. Amma bir mütəxəssis kimi deyil. Bu bazarda hələ də hansı xidmət növünə azlıq var
Nə çatışmır ki, onu edən adam milyonlar qazanır. Milyonlar qazananda da biraz içərisindəki tapa bilər deyə bilərəm. Çünki çox çətin bir sferada, fitness sferası hər kəsi məmnun eləmək o qədər çətin bir məsələdir ki, və bunu sahibkarın eləməyini heç öngörmürəm. Çox üzr istəyirəm bu sözüm məclisdən kənara. Bir mərkəzi də açıb idarə etməciliyi bir trenerə vermək düzgün bir yanaşma deyil. Buna bəlkə bəzi trenerlər əsəbləşə bilərlər, amma düzgün yanaşma deyil. Çünki trener müştəri ilə və fitnessin içindəki hava ilə birləşir. Amma bu fitness mərkəzini idarə etmək elə bir şeydir. Onların bu qədər incə detalları var ki, onları bilmək üçün biraz mərkəzlərdə təcrübə qazanmaq lazımdır. Hər haftaki soran çəkəri sual olur. Yox, belə çox bir şey olmayacaq. Mən deyirəm də, iki dənə sual seçmişəm. İkisində də uğurla bağlıdır. Uğurlu olmaq istəyən, amma yorğunluqdan ayaq üstə dura bilməyən bir qadın sahibkar sabah saat 2-də və nə ilə başlamalıdır ki, həyatı dəyişsin? Yəni, sən öz həyatını dəyişən anla nə vaxt qərar verib dəyişmisənsə, necə dəyişdin ki, dəyişmək istəyən o addımları etməyə başlasın? Mən yeşküdürəm. Ümumiyyətlə, yorğunsansa, düz iş seçməmsən. Və mən sabahla aram heç yox. Və mən saat 7-də qalxım, kahvaltı yapım. Mümkün deyil mən 7-də qalxım, 8-də qalxım. Yəni, kafam əsərsə 9, 10. Duraram, böyle biraz qaşınaram falan. Bakaram etraf. Bakaram etrafa böyle köz. Arada bir şeyime bakaram falan. Sonra gidiyorum, her şeyim var. Türk kahvesi, Golden Şeşola. Ay, iki şey var. Mövzudan ya. Böyle bir Türk kahvemi yaparım. Ondan sonra diyelim her gün başladı. Yani ümumiyyətlə, məncə uğurlu olmaq üçün birinci ruhen huzurlu olmaq lazım. Ruhen de huzurlu olmaq üçün özünə uyğun bir iş seçməlisən. Mən bu işi niyə sevirəm? Bir gün belə olsun. 2006-dan 26-ya qədər. Bir gün belə olsun. Uf, yine iş var ya. Diye gelmemişim yani. O zaman sen 20 idi. 20. Maşallah. Hele yolun başında. Ama 20 hiç vakit demezsen. Prosta hiç mi yorulmamışsan? Yani bir senece yoruldun. Monotonlaşmadın sence. Sonra konforda işi kalmamışsan. Yok. Siz de yani sen de trainersan bilirsen. Zevkli işte bu. Çeşitli insanlarla tanışırsan günlük hayatta tamam stres olur ya prosta o stresi yine örtbas eğilir ki bu iş bu sfera. Yani mümkün değil ki o stresle təzədən davam edebilirsen de another day başka bir şey. Yani diğer gün başka bir şey yaşayırsın. Həmişə bir tecrübe var bu sferada. Həmişə bir tanışlık, bir şey mənasında bilmiyorum, sevgili mənasında bilmiyorum. Güzel insanlar tanıyorsunuz, işçi çirkef olan insanlar tanıyorsunuz, ona uygun tecrübeler kazanırsınız. Yani ben de çok sevirəm bu işi. Yani severek görürəm bu işi. Peki bir şey soruşum da, sırf şəxsi təcrübəmi soruşuram. Şəxsi təcrübəmdə belə bir şey var ki, insanın həyatda bir sevdiği peşəsi, bir də sevdiği bir marağı, hobisi olmalı. Əgər bu, məsələn, mənim üçün niyə çətin olmağa başlamışdı? Çünki mən bunu hobim olaraq edirdim. İş olaraq baxmırdım. Baxmayaraq ki, iş olaraq realize edirəm. Amma onu mən hiss edəndə sırf sanki öz madrugalarımla meşk edirəm, öz ətrafım yoxdur kimdən. Ona görə deyirəm ki, freelance olaraq mən uyğun insanları istəyirəm ki, eynəmək, zövq alaq, qəşəng keçsin. Ne oldu? İndi görürsünüz sen bu programı açmaya çalışırdın ve açtınız. İnşallah hayırlı uğurlu olur. Ve birinci kadar parazit denirəm, heyecanımı düz görün, hoş görün ben de. Ama bak görürsünüz, indi ben yine de özümə hobby tapdım. Hal-hazırda mesela fitness hiç vaxt ayrıla bilməyəcəyim ama hobbimdə deyil, peşəm olaraq görmək istədiyim bir şeydir. Ama ona da uygun paralel yine de bir şey eləmək. Belki mən enerji çok bir yere olabilir belki de ama full sadece meşik keçiyip belki ben yemeğiyle yolu vardı. O da olsun. Okay. Mesela kısa soru olsun.
Uğurlu qadın obrazının arxasında çox vaxt yalnızlıq və böyük fədakarlıqlar dayanır. Siz nələri fəda etdiniz? Bu çox duygusal bir sualdır mənim üçün əslində. Bəli, çox yalnız qaldım. Başqa ölkələrdə olduğum üçün sırf özümü gəlişdirmək üçün ailəmdən uzaq düşdüm, ölkəmdən uzaq düşdüm. İllərlə ölkəmdən uzaq yaşamışam. Amma yenə də bu Fit City və Fit Mola deyə bilərəm ki, mən ailəmi fəda edirdim. Mən oğlum Amerikada yaşayır. Sırf bu işlə mən gəlişim deyə, yəni daha doğrusu ölkəmdə hər hansı bir boşluğu bağlayayım deyə bunu fəda etdim. 6 yaşında o buradan getdi. Maalesef Amerika vətəndaşı olduğuna görə orada oxumağı daha məsləhət idi. 4 ildir. Yəni onun o məktəbə gedişini görə bilmədim. Həmişə xəyal oldu ki, Jayden, oğlunun adı Jayden bölsün. Amerikan school busları olur, Sara. Ki mən onlara, yəni onu yola saldım, o gələndə qarşılayım, video çəkim. Ya bunları yaşaya bilmədim. Dişinin düşdüyünü görə bilmədim. İlk kız arkadaşımla tanışa bilmədim. Yəni Yox, məncə, mən bəlkə də pozitiv baxmıram. Ya da yəqin bir şeylər keçəndən sonra görürsən ki, əsas düşünməli olduğumuz nədir? Yəni hər kiçik şey problem eləmir, müsbət tərəfini axtarmağa çalışıram. Bəs indi məsələn artıq 20 il keçibdir. 20 ilin yəqin ki 6 yaşı varsa, son 4 il yəqin görmüşsən də. sonra. Bu son 4 il əslində 10 yaşıdır, amma şirin yaşlarını buraxırsan da. Amma mənə elə gəlir ki, bundan sonra özün də deyirsən, yəni addımları atanda, məncə o qədər təcrübən var ki, bunu artıq paralel apara bilərsən. Yəni ildə neçə və gedə bilərsən və ya oradan idarə edəsən, ya uşaq bura gələ bilər, elə şey var. Yəni yalnız onun böyüyüb bura gəlməyini düşünürəm ya da haçansa mən biraz orada viza fonları falan mən bura köçdüm green card yanı falan ona görə biraz çətin idi. Təbii ki burada da iş konusunda başım qarışıq idi və mən Amerikan sayağı düşündüm. Ümumiyyətlə tamam ana olaraq fədakarlıq elədim. Yəni onun həyatı orada daha yaxşıdır. Mən burada o həyatı verə bilməzdim. Yəni nə mən, nə atası. Ümumiyyətlə Amerikan vətəndaşı Amerikada yaşamaq daha uyğun. Ona görə indi daha pozitiv yanaşıram əslində. Bu arada belə dağılaq Gəldi, o içimdən gəldi, məndə hep o duyğu gələndə ya bırakıram göz yaşla çevrilir. Ya da ki onu tez sığallayırsan, hep başından tez sığallayır, gözdə daha yaxşı bir şey eləmək olar, daha ya bir yerindən tutmaq olar. O həyatından məmnun da orada, mən də burada məmnunam. Peşmansız. Yox, peşman deyil. Həyatımızda değişən dönüm nöqtəsi nə oldu? Dubai. Benim sıkmasın Dubai. Necə ki? Mesela her şey soruşurlar ki, sen neredeyse benim çıkmazım Dubai'de şiirin günü. Dubai benim hayatımın dönüm nöqtəsi oldu. Həm çətinlikdə, həm təcrübədə. Mamam ümumiyyətlə qonşuya deyə bilmirdi ki, kızım Dubai'de şiir o vaxt 2012'de gitmiştim. Biraz o vaxtlar Dubai'nin biraz var. problemliydi yani adım. Ama indi çok şükür öyle bir şey yok. Ben Dubai'ye gedəndə assistant manager olarak getdim. Yani manager yöneticisi olarak getdim ve orada müdürüm Sri Lankalıydı. Düşünürdüm ki, ben hara düşmüşəm. Dil də bilmirəm. Konkret mənim yerimə başqa bir kız danışır və İngiliz dili bilmirəm. Yes, no, şuradan başqa heç bilmirəm və getdim Dubai. Orada idrak elədim ki, mən bura gəlmək üçün bu yolu seçdim. Yəni mənim yerimə iş görüşməsində başqası danışır. Və o qədər şanslı insanlar ki, yəni bunu həmişə deyirəm. Normalda FaceTime vardı o vaxt. FaceTime-la görüş olurdu. Mənim bəxtimə telefon zəngi oldu. Verdim receptiondakı kıza ki, yəni mənim adımdan danışır. O mənə soruşur ki, falan şey nədir, bilirəm belədir. Get birini sen seç, ben okuyayım. Tamam. Sen de birazdan vereceğim o imkanı, sen seç. Tamam. Amelo. Aha. Fit City'de her şey mükemmel görünür. Ama gelin etiraf edək, heç olubmu ki, hansısa kaprizli müştəri ilə mübahisə edib, daxilinizdə kaş onu buradan qovardım deyə düşünmürsünüz. Olmuyor. Kaprizli müştərilərimiz çox olub. Özellikle de xanımlarla işləmək çox çətindir. Xanım olduğuma baxmayaraq. Və kaprizli müştərilərimiz deyil də, mənə görə
müştəri insanların önündə mənim işçilərimi və ya mənim işçim insanların önündə müştərini rəncidə edərsə, ikisindən biri ilə mütləq yolları ayırırıq. Və kaprizm müştərilərimiz olur. Prosta onu high level'a çıxartmadan çox nazik bir şəkildə yollarımızı ayırmışıq. Bir dənə. Aha. Zalda məşq etməyə yox, ancaq güzlü qabağında şəkil çəkdirməyə gələn insta bloger müştərilər sizi daha çox qıcıqlandırır, yoxsa onların reklamı xoşunuza gəlir? Məni ümumiyyətlə heç bir insan növü qıcıqlandırır. Mən insanlara qıcıq olmuram. Onları olduğu kimi qəbul edirəm. Mənə uyğundursa yaxınlaşaram, uyğun deyilsə aramda məsafə olar. Boşuna özümə əziyyət verməyə gerek yox. Neydi davamı? Sorry. Biraz Sən mənim kimisən. ya magnezyum da içirəm, bütün multivitaminləri Bizə içirəm. nə olur? Yo, bizə necə olur? Səndə və o eyni tanış duyğunda sualı eşidirsən, bir moda girirsən, cavab verəcəm. Modun içində qəşəng pişirə başlığın qoyursan, sonra Sonra çatan dalga sual yatın çıxır. Reklamları da belə. Mən şəxsən öz adıma danışıram. Mən əgər bir yerə getmək istəsəm, mən heç vaxt bir blogerin səhifəsinə baxıb getmərəm. Ama yani siz mola hiç bence Çünki bunu uyğun görmürəm. Yəni mən istəyərəm bloger özü gəlsin, müştəri kimi gəlsin. Bizim xalq artisti, ünlü sənətçilərimiz var ki, bizdə gəlib məşq edirlər və özləri paylaşım edirlər və mən bunu gözləyirəm. Yəni bloger gəlsin, özü bəyənirsə, özü üçün paylaşsın. Amma mən ölen şeyi eləyir. Bəli, eləyir. Əgər bir gün seçim etməli olsanız, bütün biznesinizi itirmək, Allah korusun, yoxsa bir daha heç vaxt mahnı oxuyub rəqs edə bilməmək, hansı daha çox canınızı yandırar? Mən bu yaxınlarda, yəni yayda çox ağır bir əməliyyat keçirdim doktor səhvi üzündən və 2 ay, bir aya qədər reanimasiyada qaldım. 2 ay ümumiyyətlə gəzə bilmədim. Drenajla işə gəlirdim də, yəni o dərəcədə işimi sevirəm gerçəkdən. Onda öyrəndim ki, sağlamlıq çox önəmli bir şeydir. Yəni dans etməyi mən danışa da bilmirdim hətta, yəni ciyərlər ona müsaade etmirdi. Təkrardan vokal dərslərinə getdim falan. Yəni özümü o əməliyyatdan sonra tamam ikinci həyatımı yaşayıram deyə bilərəm. Təbii ki, rəqs etməyi və mahnı oxumağı tərcih edirəm. Çünki o sağlıq olduqdan sonra hər şey edə bilərəm yəni. Mən elə düşünürəm. Ama yani siz Yenə də itirməyə Allah korusun. Taxtada bu, yox taxtada deyil. Amma mən burada bir dənə də baxış açım olacaq. İndi bilmirəm razılaşacaqsan yoxsa yox. Sırf öz rəyimi bildirmək istəyirəm. Mənim ayağım yadınızda da qırılanda toplam ortalama 6 ay aldı ki, ayağa yenidən qalxa bilir. Xatırlayıram. O ayaq vəziyyətində efirə çıxıb yarış udmuşam da. Orada bir dənə arzum var idi. İndi priviçkada ayağı qoyursam kastırla, qolluqla. Digər ayaq yerə qoyulmaq istəyir. Duyğu olaraq da öyrəşməmsən. Bir dənə orada dedim ki, Allah, 2 ayaq üstə dayana bilmək nə böyük xoşbəxtçilikdir. Bu təki alınmasın əlindən də, insan heç vaxt alınmasın. Təbii ki. Amma bir şey də başa düşdüm. Nədir sizcə deyim? Mən övlad böyüdürük, insan uşaq olaraq böyüdürük. Sırf pul cəhətini demirəm, amma hər hansı bir biznes onun bir insanın yansımasıdır. Yəni bu biznes bu sənin yansımandır, uşağın kimi bir şeydir. Doğru. Sırf bura verdiyin həyat enerjindir. Yəni şey deyil bu. Ay pul tökdüm zat məsələsi deyil. Bu zamanını, məkan, anını, duyğunu, bütün enerjini buna verirsən, bir balaca bir şey əkmirsən bitki kimi. Onu sığallaya böyüdürsən. Yəni bunu da itirmək, can itirməyə qədər adamı yandırır, ağrıdır. Bölmək olmur məncə. Aha. Bir çox idman zalı rəhbəri ancaq kabinetdə oturub rəqəmlərə baxır. Siz də ortalıqda rəqs edib mahnı oxuyursunuz. Rəqibləriniz sizə ciddi biznes xanımı kimi baxar. Yoxsa showman yazmısan, amma bu showwomandır. Showwoman kimi baxırlar sənə. Yəni sənə ciddi mi yanaşırlar bu cür davranışla, bu cür idarə eləmək forma var. Yoxsa sən gözümüzdə bir show mu aparırsan? Mən bu kabineti, hal-hazırda oturduğumuz bu kabineti özəlliklə üzü o tərəfə elətdirmişəm ki, gələn müştəriləri bizzat özüm görüm.
özüm qarşılayım. Orada hər hansı bir problem olanda mən tüklərimi zıplayım ora. Sadəcə ay sonlarında bir də ayın əvvəli otururam, açot-uçot maaş konusunda otururam. Onun Hı. dışında mən xoşlayıram ki, mərkəzin hər yerində olum. İndi Fit City-yə də gedirəm təbii ki. Bura gedirəm, ora gedirəm. Mərkəzin hər yerində olmaq istəyirəm. Və o qədər enerjim olur ki, yəni gün içində istəyirəm o enerjini yayım. Bax, bəlkə də izləyəcəklər. İzləyən, yəni bunu deyən müştərilərimiz deyəcək ki, yəni Azər xanım düz deyir. Mən fitness zonasına girdiyim anda dedilər ki, Azər xanım hardasınız? Səhərdən enerji axtarır, motivasiya yoxdur. Sizi gördük motivasiya oluruq falan. Yəni bu da bir iltifatdır. Amma mən daha çox tərcih edirəm elə yuxarıda olun, pozitiv. Ona şaklabanlıq kimi baxmırlar. Yəni ona işə ciddi yanaşma. Aslında sən digərdir. Aslında sizi necə görürlər? Mən rəqib özümə heç kimi görmürəm. Kimsə də düşünmürəm ki, mənə rəqib olsun. Aha, mən fikirləşirdim ki, bu proqramın icraçı, bu verilişi və verilişin tam olaraq məqsədi nədir? Yəni sadəcə intervyu deyil. İndi hal-hazırda biz təbii ki, 1-2 bölüm prosesi yoxlayırıq, deyirik ki, öz yolumuzu tam göstərək də. Amma mənə burada həmişə maraqlı olan olub ki, bax siz gözəl xanımsınız. Uğur hekayəniz mənim verilişimi qoyun qırağa və bu intervyuda uğur hekayənizi götürə bilərlər. Mənim əsas məqsədim nədir? Mənim əsas məqsədim odur ki, kütlə və insanlar. Fitness haqqında mən elə bilirdim ki, mənim bildiklərimi hamı bilir. Akaziyası hər kəs öz peşəsinə uyğun çox şey bilir. Hə, mənim bildiklərimi çox adam bilmirmiş. Və o qədər basit suallardı ki, mən təəccüblənirdim ki, bunu həqiqətən bilmirsiniz. Ən son qərara gəldim ki, müştərini, kütləni, treneri və zala gəlmək şəraitində olan bütün yollar bir-bir öz sirlərindən, öz peşələrindən tam professional bilikləri paylaşa bilsin. Mən istəyirəm bir xanımın, aslanlar, bir xanımın bu yola çıxarkən öz həyatını dəyişmək, ikinci və ya birinci həyatını yenidən başlamaq və bu yolda atacağı addımlarda az səhv eləsin, çox doğru eləsin ki, zamanını da itirmədən, qısıtlamadan məqsədinə zövqlə çata bilsin. Kahkaraz orada kəsilibdir. Tak что düzgün insanlarla bir yerdəyik. Deyirlər ki, ətrafında heç olmasa 6 dənə milyoner varsa, əmin ol 7-cisi sən olasan. Mən onu 5 bilirdim. O 6 hardan çıxdı? Həftə 7 gündə Niyə artırırsınız? 5 bəzində. O Evet. gül kimi 5 dənə yığmışam yanıma ki. Şaka, şaka. 6-cısı mən oluram da demək ki. Nazlı xanım, axırda olacaq bir sualı öncədən vermək istəyirəm sizə. Hazırsınızmı? Hazıram. Əl qabiliyyətiniz necədir? Of, mükəmməl ötesi. Əlinizin şəkəri, balı, duzu. Oy, 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 əla. Əla. İndi seçim eləməli olacaqsınız. Hazırsınız seçimə. Aha. Nazilə xanım, bizə smuzi hazırlamağı seçərsiniz, yoxsa Azərbaycanın bodybuilderlərini ondan birə kimi sıralama. Yəni biz sizə 10 dənə bodybuilder göstəririk, siz onları öz zövqünüzə görə sıralandırırsınız. Yoxsa smuzi mi? İkisi də bizə uyğundur. Amma əl ləzzətiniz varsa... Yəni bu sferada olduğuma baxmayaraq, bodybuildinglə heç aram yoxdur. İndi Nazilə xanım bizə, üçümüzə də qəşəng smuzilər hazırlayacaq. Çünki nədir? Seçim eləməli olur. Ya bodybuilderləri sıralayacağıq, ya smuzi içəcəyik. Deməli sütümüzdən başlayırıq. Aha. Qoyduq yarıya qədər. Boşaltdıq da Başqa şeylər var da. Deyəsən süt çatmadı. Hardan axtarırım. Yavrum, sütümüz nerede? Aşağıda. Burada. Ha, tamam buradaymış. Ha, yukarıdan görsen mi? Ha. Peekaboo. Da. Yiyecekti. Yarıya kadar ama bu yok değil mi ya? Tamamdır. Bu mənliydi. Olmadı vırt vırt çek. Dozasan. Ha, Ha. Bal. Bal. Ketçap değil baldı.
Ama geçen ketçap oxşar. Leppi tuvalet işleri. Tuvaleti sao defteri. Dil es mango püremizi %100 doğal mango püremizi atıyoruz sevgili seyirciler. Süt de sıçradı üstüme. Gel. Gör ne kadar süre Dil esmaya yerim ura. Elimiz boldur. Bir dakika hemen bir tane de koyacağım. Bundan hoşum geldi. Okey. So bence pişiyor. Aha. Stakancıklarımız orada da. Yaşlı. Su küçüğün yol böyüğün. Önce Çiğ. Ya ben. Ama ben isteyen Hansı rengi seçiyorsun? neyi? Mahmut ifade. Mahnı ifadeyim. Hansı Bayağı rengi bir seçiyorsun? leppi tuvalet işleri. Bugün dəhşət ağlımda doğdu. Bir de Azerbaycan bayrağı seçmiş haberiniz var. Bu balacamızın da. Balaca gel adına bak. Dil esmaya yerim ura. Ya çok demin ben de oynamak severim Arentalı. Bir yerde oynayacak. Ama cheers eləyirlər. Gördünüz. Evet. Bu kadar əziyyət çək, sonra bir də ayran oxşayır. Fikirler. Geçerli. Ama bence bal çatmış. Merhaba. Gördünüz mü? Bal isteyen var? Geçerli. Ben yəqin çok şirin seviyorum. Özüm eləmişəm. Öyle Çox az. Teşekkürler. Sen de verim. Sen. Buradan sorun. Ayda Güzel, el isteyelim o yemekleri zaten olsa birbirine saçırtırıyor böyle. Onunla ilgili. Fit Stories üçün itiraf etmək istədiyiniz nəsə var? Etiraf edim ki, Azərbaycanda belə bir şərait yaratdığınız üçün gerçəkdən çox məmnunam. Umarım bu davam eləyər və davam eləməsi üçün də ətrafın nə dəstəyi varsa göstərməsini də tövsiyə edirəm. Çünki çox gözəl məqamlara toxunursunuz. Yəni Çok sağ olun. insanlara məlumat ötürmə açısından çox gözəl məqamlara toxunursunuz. Sadə və şık bir proqram qurduğunuza əminəm. Yəni İnşallah uğurlarımız artar. inşallah. Biz de düzgün olduğunu düşünürük ve çok şadık ki iştirak eden şəxslər bizden qabaq bunu hiss edə bilirlər. Yəni sizin ev atmosferiniz dediğimiz bizde de olmalıdır. Evet. Yəqin ki biz de onu tutuzdurmuşuq ya da tutuzduracaq. Elə də davam eləyərsiniz. Nazır xanım, bugün böyük bir imperiyanın rəhbərisiniz, çox şükür. Amma hər şeyin başladığı o ilk günə qayıtsaq. Bir qadın olaraq bu kişi dominantlıqlı sektorda sizi bacarmazsan deyənlər çox oldu. O məğlubiyyət qorxusunu necə uğur hekayəsinə çevirdiniz? İnanın ki, mənə bacarmazsan deyənlər mənim ən yaxınlarım olub, arkadaşlarım olub. Mənə ən yaxın olan insanlar olub. Amma həmişə ətrafda sadəcə tanışlar mənə sən bu işi yaparsın ya. Yəni bu işi sən də görürsən. Bunu eləyəndən sonra bir an arxasında var idi ki, Var. Hələ də elə bu mərkəzdə olmağımda belə tapşırılma falan deyə düşünürlər, amma yoxdur. İnanın ki, yəni tapşırılma ilə bir yerə gəlirlər, amma davamı gəlməz. Belə deyim. Sizce freelancer trenerlerin zalın daxili komandası üçün rəqibdir yoxsa ortak tərəfdaş? Bunu vermişik biz cavab. Yəni mən bulunduğum ortamda asla nə freelancer rəqib görməlidir, ştatının, nə də ştatın freelancer rəqib görməlidir. Orada mütləq bir səmimiyyət və dostluq olmalıdır. Olmasa iş yürümez. sağ olacaq artıq. Yəni suallarımız bitdi. Artıq sağollaşmanın vaxtıdır. Təbii ki, Nazır xanımız birazdan suyu da hazırlayacaq. Daha o var idi. Üç dəfə. Bu sualları gələn videoda bana kim görmək istəyərsə onu qeyd edin. Nazır xanımın suallarınız varsa şərhə qeyd edin. Həmçinin suallarınız varsa qeyd edə bilərsiniz. Sizin son sözləriniz. Biz işte kucaklaşaq. Son sözünüz qucaqlaşaq. Təşəkkür eləyək. Hoş oldu. Sağ olun. Sənə də. Həqiqətən xoş oldu. Gerçəkdən mən də. Bye.